uşaq istəyən pasientdə vaginal masajlar həm burada blokajı nöqtələri açılır, həm burada onun öz xüsusi formaları var. Vagina masaj formaları, onlar olunur və vaginal masajlara 3 dəfə gəlinməlidir. Həftədə 2 dəfə də olur, həftədə 1 dəfə də olur. O baxır bədənə, bədənin reaksiyasına. Və mən həmin arada, həmin ərəfədə həmin pasiyentimi iynə dərmandan uzaq eləyirəm ki, bizim işimiz budur. Əgər iynə dərmanı eləyirsənsə, iynə dərmanla birlikdə yanıma gəlmə. İynə dərmanı saxlayırsansa, iynə dərmanı elətdir. Alınmadısa əgər, ondan sonra müraciət elə. Ya da iynə dərmandan əvvəl gəlin bizə müraciət eləyin, sonra alınmadısa gedə bilərsiniz. Amma şükürlər olsun, hər bir insanda alınacaq. Əgər böyük bir problem nədirsə deyilsə, yəni qadında problem yoxdursa və yaxud da kişidə problem yoxdursa, kişilərə aidiyyatı yoxdur bunun.